Sabahınız xeyir olsun əziz və dəyərli izləyicilərimiz. Sentyabrın sonuncu iş gündən sizləri salamlayırıq. Hər birinizə gözəl bir gün arzulayırıq. Xoş sabahda xoş gördük hər birinizi. Bugün bir çox mövzularla bağlı əhatəli danışacağıq. Odur ki, dəyərli izləyəcəyimiz saat 10-12 aralığında mən Gülnar Səhliyarlının təqdimatında Xoş Sabahı izləməyi unutmayın. Proqramımız gedişatında istər bu, istər digər, bundan öncəki yaxın keçmişdəki proqramlarımızda hər zaman İMZA Azərbaycan televiziya kanalı ələxsus Xoş Sabah proqramı olaraq mütəmadi zərərli vərdişlər, asılılıqlar mövzusuna və maariflənmə xarakterli çıxışlarımızdan əsirgənməyə çalışırıq. Sizləri də bu mövzularla bağlı mütəmadi maariflənməyə və maarifləndirməyə çağırırıq ki, ölkəmizdə dövlət və cəmiyyət səviyyəsində bu mövzuların mübarizə və maarifləndirmə işləri aparılır ki, biz də bugün zərərli vərdişlər və asılılıqların ümumiyyətlə orqanizmə sağlamlığımıza, psixoloji mövzularımıza təsir haqqında danışacağıq və əsrlər öncəsindən, hətta deyərdim ki, elə Peyğəmbərlərimizin dövründən həcamat deyilirdi səhv eləməsə o dönəmlərdə. Hal-hazırda isə günümüzdə hicama kimi tanıdığımız prosedurun haqqında incəliklərdən danışacağıq. Doğru bildiyimiz yanlışlar haqqında əhatəli mövzulara toxunacağıq və günlərdən anonslardan gördüyünüz qədərlə qonaqlarımız haqqında sizlərə məlumat vermək istəyirəm ki, qonaqlarımız Sağlam Adım Reabilitasiya Mərkəzinin təsisçi rəhbəri, asılılıqlar üzrə mütəxəssis Anar Əliyev. Xoş gəlmisiniz. Xoş gördük. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Mən də hamını salamlayıram. Uğurlu gün arzu edirəm. Bir də hamının zərərli vərdişlərdən uzaq olmağı tövsiyə görərdim. Təbii. Bugün bir çox mövzulardan danışacağıq. Həm xanımlar üçün, həm bəylər üçün bu mövzuları ayrıca şərh eləməyinizi xahiş edəcəm sizdən. Elə həcamatdan danışmışkən, hicama üzrə mütəxəssis manual terapevtimiz Ağalar Cavadov. Xoş gəlmisiniz. Xoş gördük. Hər birinizi salamlayıram və ekran qarşısından bizləri izləyən tamaşaçılara salamlar deyirəm. Gününüz xeyirli, uğurlu olsun inşallah. Təşəkkür edirik. Elə Anar bəy, sizdən soruşumda daha öncə hicama eləmisiniz? Hicama proseduru tətbiq eləmisiniz? Bəli, bizim reabilitasiya mərkəzlərində hicamanın keyfiyyətli, gözəl olmağını tövsiyə görürəm. Bir neçə elə bu prosedurlardan biridir. Çünki insanın orqanizmdə əgər insan zərərli vərdişlərdir, içkidir, narkomaniyadan əziyyət çəkirsə, bəli, onun orqanizmdə çox güclü toksinlər olur və o toksinləri aradan qaldırmaq üçün hicamadan istifadə olunur. Ondan da əlavə hal-hazırda yediyimiz qidaların da tərkibində bir çox toksinlər var ki, onlardan insanda yığılır və beləcə hicamanın xeyri tərəflərini görürəm. Məndə də yüngülləşmə gedir. İnsan elə bir ki, yenidən dünyaya gəlir hicama eləyəndən sonra. Bu tarixin sınaqlarından süzülmüş hicama ilə bağlı istəyəcəm Ağalar bəy sizdən bir soruşaq. Ümumiyyətlə özünüz, fəaliyyətinizlə bağlı həm bizi, həm izləyicilərimizi məlumatlandırmanızı xahiş edəcəm və dediyimiz kimi tarixdən bu yana, tarixin sınaqlarından süzülüb keçmiş və günümüzdə çox aktual xarakter daşıyan hicama ilə bağlı istəyəcəm bizə məlumat verəsiniz. Lap yaxşı, mən Ağalar Cavadov. 2020-ci ildən bugünə kimi hicama fəaliyyəti ilə məşğulam. Hal-hazırda Şəfa Hicama Bərpa Mərkəzində fəaliyyət göstərirəm. Hicama müalicəsi eramızdan əvvəl 3000-ci ildən bugünə kimi qədim Misirdə aşkarlanmışdır və arxeoloji qazıntılar nəticəsində aşkar olunmuşdur ki, o papiroz kötükləri aşkarlanmışdır və onların üstündə hicama müalicəsi haqqında qabların şəkilləri, formaları vardır. Və Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləmdən bugünə kimi də İslam tarixində də hicama istifadə olunmuşdur. Deməli, Tibbi Nəvavi kitabında yazır ki, Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm Allahla Mehracdan qayıtdığı zaman deyir, saysız hesabsız mələklərlə qarşılaşır və mələklər ona deyir ki, ümmətinə hicamanı əmr et, ümmətinə hicamanı göstər. Və Mehracdan qayıtdıqdan sonra həccam varmış ki, hicama edən insana həccam deyirlər və Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləmin də həccamı Əbu Talib adında bir həccam olmuşdur ki, başı ağrıyanda hicama etdirilmiş, ayağı burxulanda hicama etdirilmiş, bəli. Yüksək hərarəti olanda hicama etdirilmiş. Ümumilikdə hicama müalicəsi Çin təbabətində də istifadə olunur. O vaxtki dövrlərdə buynuzlardan, heyvan buynuzlarından istifadə edirdilər. Zaman keçdikcə bu gil daşlardan, gil qablardan istifadə olunur. Sterilizasiya baxımından da elm texnika inkişaf etdikdən sonra da bu vakuum bankalardan istifadə olunur. Hal-hazırda da sterilizasiya baxımından vakuum bankalar çox keyfiyyətlidir. Bu hicama prosedurunun
belə deyək, haqqında müəyyən bir incəliklər var da ki, əsas məqam dediyiniz sterilizasiyadır. Hansı ki, illər öncəsində sterilizasiya indiki kimi aktual həddə deyildi. Günümüzdə amma hətta tək istifadəli məhsullardan istifadə edirsiniz. Yəni, bir insana tətbiq olunan həmin o vakuum bankalar digər insana tətbiq olunmur və bir istifadəlik olur da, tək istifadəlik. Bu sterilizasiyanın nə qədər önəmi var ümumiyyətlə? Niyə günümüzdə sterilizasiyaya bu qədər önəm verirsiniz hicama prosedurunda? Hicama prosedurunda qanla işləyirik biz. İstər mütəxəssis olsun, yəni hicama edən adam olsun, istər də pasiyent olsun. Yəni insanlar müxtəlif olduğu kimi onların qanları da müxtəlifdir. Yəni biz gələn pasiyent haqqında məlumat əldə edirik. Təbii ki, onlardan ilk növbədə anamnez toplayanda, yəni nə xəstəlikləri var, nəyi yoxdur. Elə insanlara var hicama olar, elə insanlara var hicama olmaz. Və qanla işlədiyimizə görə biz istifadə etdiyimiz ləvazimatlar bir dəfəlik olmalıdır, steril olmalıdır. İstifadə etdikdən dərhal sonra atılmalıdır. Aha. Yəni təkrar istifadəsi yol verilməzdir. Ümumiyyətlə hansı xəstəliklər zamanı, bayaq dediniz hətta baş ağrısında belə, indi baş ağrımayan insan var. Yəni demək ki, hər kəsin ara sırada olsa baş ağrıyır, məlum məsələ. Bu dəqiqə insanlarımız əziyyət çəkir yüksək təzyiqdən, əsəbdən, yaddaşsızlıqdan, migren xəstəliklərindən, sonra uşaqlarda enurez xəstəliklərindən, yəni sidik qaçırtmadan, sonra ürək damar xəstəliklərində, ayaqlarda olan ağrılarda, panik atakda, qıc olmalarda, infarkt, insult riskini azaldır hicama proseduru. Hicama prosedurunda bizim çox adam deyir ki, adi qandır. Adi məsəl üçün qandır da, bu qan almadır, bu nə kimi kömək ola bilər? Əslində qanın analiz etdikdə biz görə bilərik ki, arterial qan var, venoz qan var, bir də kapillyarlarda dəri altı yığılmış qalan atkot qan var. Arterial qan təmiz qandır, ürəkdən çıxan qandır. Venoz qan ürəyə gələn qandır. Onda biraz çöküntü ola bilər. Amma bəzən qaraciyarımız, bizdə böyrək, insan orqanizmasında böyrəkdir, qaraciyarda filtr rolunu oynayır. Və bu filtrasiya düzgün getməyəndə verir kapillyar damarlara, incə dəraltı damarlara. Çox adam adi qan alma kimi baxır bu prosedura, amma adi qan alma deyil. O toplanmış qan çıxdığı zaman insan özünü gümrah hiss eləyir. Anar bəy dedi, sanki həyatı yenidən doğulur. Həyatdan yenidən doğulur. Birinci hicama edən insan, məsələn, başa qoyuram hicamı, baş boyun eləyirik, bədən eləyirik. Deyirlər ki, elə bir başım nəfəs aldı. Baş ağrılarım getdi, yorğunluq getdi. Pasiyentlərlə işlədiyimiz zaman görürük ki, yəni bu prosedurlar tamamilə aradan qalxır. Əslində, yəqin ki, bizim redaktorumuz eşitməyib, biz bayaq reabilitasiya mərkəzlərində ümumiyyətlə bu danışdığımız hicama prosedurlarının tətbiqi barədə əhatəli danışdıq və Anar bəy də bayaq qeyd elədi ki, hətta reabilitasiya mərkəzində belə bu terapiya növü tətbiq olunur, dəyərli izləyicilərimiz. Bu terapiya növünün nə qədər aktual olduğu günümüzdə bütün dünya üzərindən yayğındır, Azərbaycanımızda da çox yayğındır. Anar bəy, çox xoş oldu sizi şəxsən tanımaq, çünki sosial şəbəkə üzərindən artıq uzun aylar, uzun illər öncəsindən tanıyırıq. Yəni, qiyabi tanışlığımız var və sizi təmənnasız hər zaman ehtiyacı olan insanlara əl tutan kimi, reabilitasiya görmək istəyən insanlara reabilitasiya istiqamətlən kimi, həm də sözsüz ki, işinizin peşəkarlığına yanaşı, həm də qəlbinizin gözəlliyi də ortaya çıxmış olur və həm də təmənnasız dəstək gördüyünüz insanlar kifayət qədər çoxdur. Bugün əhatəli bir çox mövzulardan danışacağıq, qeyd etdiyimiz kimi ki, bu yoldan keçmiş və bugün də bu istiqamətdə fəaliyyət göstərən birisi olaraq sizə görə asıllıqlar hansı asıllıqlardır və ən təhlükəli asıllıq təcrübənizə görə hansıdır? Hal-hazırda yəni inkişafda olan asıllıqların içində ən təhlükəlisi, yəni bu narkomaniyada hal-hazırda hamı məlumatı var, hamı maariflənib, hardasa bunun qarşısını almağın yollarını da bilirlər bir neçə. Amma hal-hazırda ən təhlükəli asıllıqlardan biri oyun, qumar asıllığıdır. Telefonlarda az yaşlı uşaqlar, yəni dövlət nümayəndələri baxsın, dövlət işində işləyən insanlar da hamısı evdar xanımlar hətta bu qumar oyunlarına yəni üst tuturlar. Çox ağır bir asıllıqdır. Yəni bunlarda borc, kreditlər, işlərində problemlər yaranır, polislə problemləri yaranır və o yüzdən bunların reabilitasiyaya gəlməyi də çox çətin olur. Çünki bunların çoxu iş-güc adamlarıdır, işləyirlər. Borc xərcləri də olsa, yəni bunlarda inkar çox güclüdür. Yəni bunlarla danışıb, bunları müalicəyə dəvət eləmək, bunları bir xəstə kimi qəbullandırmaq çox çətindir. Bax, dediyimiz asıllıqlar, hər kəsin anlaya bilməyəcəyi bir mövzudur, səhsiz ola bilər ki, asıllıq dediyimiz zaman nədir ümumiyyətlə asıllıqlar? Hansı problemlərə asıllıqlar deyilir? Yəni insanın
asıllıq məsələn çox vaxt insanlar məsələn öz tələbatından bir var sənin tələbatın, bir də var asıllığın. Yəni sənin həyatının sahələri var. Mən sizdən tibbi, hər hansı psixoloji terminlər istəmirəm, açıqlamaq istəyirəm. Yəni maksimum loru dildə və öz təcrübəniz, şəxs təcrübələriniz. İnsanın nəfsi. Bax, məsələn, insan həyatının sahələri var. Orqanizm var, fiziki bədəndir, psixoloji durumudur, mənəviyyatıdır və cəmiyyətlə olan problem. Əgər sənin bu həyatının sahələrində problemlər yarandısa, deməli bu asılılıqdır. Məsələn, bir də görürsünüz asıllıq var, şapaqalizm, yəni alış-veriş asılılığı. Məsələn, hamı xoşdur da getsin. Amma bu, əgər sənin həyat sferanda sən borc xərc, kiməsə yalan danışsan, kimisə manipulyasiya edirsən, oğurluq edib gedib bunları alış-veriş, bu sənin olur, bu sənin asıllığın. Yəni nəfsivə sahib çıxa bilməmək. Belə bir şeylər. Bu danışdığımız istər shoppingi çox eləmək, istər çox insanın fərqli asılılıqları vardı, amma bunlar çox da zərərli olmayan asılılıqlardır. Amma bir də var artıq tabakomaniya, alkoqolizm, iqromaniya, eynən narkomaniya problemləri, hansı ki əsrin bəlası halına gəlib çıxmış. Bu cür zərərli vərdişlərdən danışıqsa, Anar bəy, zərərli vərdişlər zamanı ümumiyyətlə bu tip problemlərin günümüzdə gənclər arasında çox pik həddə gəlib çatmasının səbəbini nədə görürsünüz? Əsasən biz nədən irəli gəlir? Hal-hazırda dövr elə inkişaf edir ki, valideynlərin başı işə qarışır. Yəni hamı gözəl yaşamaq istəyir, hamı istəyir hər şey olsun. O yüzden səhər evdən çıxır valideyn axşama kimi işində, gücündə və övladlarını telefonlar, gadjetlər deyə də bunlar tərbiyə edir. Və bu tərbiyə növü indi hal-hazırda narkomaniyandır, keçir kimyəvi asılılığa. Yəni kimyəvi asıllığındakı bizim dövrümüzdə, bizim vaxtlarda məsələn 40 yaş, 30 yaşında insanlar bundan. Amma hal-hazırda 12, 13, 14, 15 yaşında belə. Hətta mən bir uşaq vardı, onu təmənnasız götürdü. İndi idmançıdır, judo ilə məşğuldur. 9 yaşında narkomaniya gəlmişdi. 15 yaşında biz onu getdik Məşdağadan detoksikasiya oldu, detoks oldu ağıldan. Oradan götürdük. 9 yaşında, 10 yaşında uşaqların buna gəlmək. Bu da nədən ibarətdir? Yəni texnikanın inkişafından. Əlində telefon hal-hazırda girir hansısa bir səhifəyə və o səhifədən konum atır, kartlarına pulu göndərir və ona konum göndərir, gedir oradan sərbəst şəkildə narkotik vasitəni götürür və istifadə edir. Bunun yaranmasının, bax, müəyyən qədər mən istəyəcəm, deməli, burada müəyyən qədər valideyn məsuliyyətsizliyi, valideyn nəzarətsizliyi, bu və digər hallar da sizcə söz mövzusudurmu? Çünki 9 yaşında uşağa telefonu nəzarətsiz vermək, çünki valideyn məsuliyyətində olan bir yaş dönəmidir, həmin yaş dönəmi. Amma bu daxilən də gələ bilir, yəni genetik keçən bir şeylər də olur, yəni ailədə, ya ata, ana, baba, nənə, kimlərdəsə asıllıq olur. Bu asıllıq keçir övlada. Amma elə ailələr də var ki, çox nümunəvi, müəllim ailəsi, çox sambalı, ziyalı bir ailə. Genetik keçən bir şeylər bilirsiniz. Çevrə önəmlidir, insanın çevrəsi. İndi mən o xırdalayacağım hamısını. Deməli, bunun genetik keçməyi çoxu ana, ata ilə onu götürür, amma elə deyil. Atanın əmisi, oğlunun, kimi də ola bilər ki, bu genetik koddur insanda keçici ola bilər. Bunun asıllığın 3 növü var. Bir, genetik keçir insan asıllıq. Bir, insanı asılı eləyir cəmiyyət. Yəni, uşaq köçür, yəni hansısa bir məhəllədə, hansı ki, narkomaniya, əyyaşların çox olduğu bir ərazidə böyüyür. Küçəyə çıxır, məcburdur, siqaret, içki və beləcə davam edir. Bir də olur, yəni dağılmış ailə, buna disfunksional ailə deyirlər. Ata-anasız böyüyən övlad, ya həyatında atası olmur övladın, ya da anası. Bu övladın beynində boşluq yaranır. Yəni bu boşluğu nəyləsə doldurmaq istəyir. Çünki bir övladın uşaqlıqdan böyüyənə kimi, yetkinliyə yaşına çatana kimi buna həm ata sevgisi lazımdır, həm ana. Çox vaxt bəzi xanımlar olur bizim reabilitasiyada. Mən ona deyir, həm ata əvəzi olmuşam, həm ana. Yox, elə bir şey mümkün deyil. Atanın öz yeri var, ananın öz yeri var. Ona görə uşaq yəni həyatda bunda başlayır xarakter qüsurları yaranmağa, özünə yazığı gəlmə, cəmiyyətdə baxma, təkəbbürlü, çox vaxt insanlar var özünü cəmiyyətdə təkəbbürlü göstərir, amma daxilən onlarda xasiyyət qüsurları müəyyən qədər yarımçıq qalmış, psixoloji durumdan davam edirlər. Burada sözsüz ki, valideynlərlə bağlı danışırıqsa, əgər
valideynlərin rolundan danışırıqsa, bax elə bu mövzuları yaxından iştirak edən, bu xəstəliklərdə, bu problemdə, bu bəlada yaxından iştirak edən bir mütəxəssis olaraq valideynlər hal-hazırda bizi izləyirsə, sağlam övladları varsa, nələrə diqqət eləməlidirlər? Ümumiyyətlə bu istiqamətdə də bir maarifləndirici çağırışınızı eləməyi istəsəm. Valideynlər mənim biraz yaralı yerim. Valideynlərin ən böyük problemi nədir? Öz fəaliyyətlə məşğuldurlar. O dünənləri biri mənə zəng eləyib, bir valideynlə danışıram. Götürüb oğlunu evləndirib. Deyirəm, sən bilirsən ki, bu insan narkomandır. Sən bu narkoman ola niyə evləndirmirsən? Götürüb buna ailə həyatı, bu ailə quracaq, evlənəcək, bu narkoman olmuyor. Elə bir şey yoxdur. Nə bilim, 2 dənə sistem alacam, bunu salacam evə, 2 qan yuyulmaqla. Bu boş, yəni bu xurafatlardır, yəni boş şeylərdir. Yəni çox valideynlər var ki, belə şeylərlə məşğul olurlar, amma hər bir narkomanın keçdiyi yol var da. Buna deyirlər çəhrayı dövr, belə sonra gedir türmə həyatı, bəzi gedir dibə çatır. Valideyn də onunla bərabər bu hamısı etapları deyək də, bu pilləli şəkildə bunlar keçir. Birinci başlayır ki, bunu evdə qapadacaq bunu, ya ölkə dəyişir, nə bilim, buna həkim tutur, evdə gəlib buna görə sistem qoyur. Bunların hamısı boşdur. Yəni bu həm vaxt itkisidir, həm pul itkisidir, həm də ki, yəni həyatlarını boş. Çox doğru deyirsiniz. Təəssüf ki, cəmiyyətimizdə bu cür hallar var və insanların əksəriyyəti düşünür ki, bəlkə də övladım ailə qursa, başı qarışar ailə sahibi olsa, başı qarışsa, bu bəladan xilas ola bilər. Amma valideyn düzgün yanaşma deyil. Bir narkomandan bir nəsil bacaramıyor da, yəni problemi. Təsəvvür edin ki, bu problemin üstündə bir dənə də problem. Bunu evləndirir, bunun uşaqları gəlir dünyaya. Həm bununla bərabər bunun övladlarının da 1-2 övlad indi yoldaşını da başlayırsa bunlara. Sonra aralarında problemlər valideyn beləcə yəni nə edir, vaxtını boş yerə sərf edir. Reabilitasiya mərkəzlərinə müraciət etmək lazımdır. Ancaq başqa yolu yoxdur. Biz əgər valideyn-övlad münasibətindən danışırıqsa, valideynlərə, ailələr ümumiyyətlə fərq eləmir. Elə nənə baba və yaxud da ailələrdə olan daha yaxşı böyük olan insanlar, həmin övladlarında, ümumiyyətlə insanlarda, bir insanda hansı əlamətlərdən hiss eləyə bilərlər ki, onda asıllıq problemi var? Birinci növbədə yalan. Söhbət tək narkomaniyadan getmir, digərlərini də bura şamil eləsək. Yəni bir çox asıllıqlar var hal-hazırda. Bir də narkotiklərin elə növləri hal-hazırda var ki, heç testə çıxmır. Klub narkotiklər var. Məsələn, biz dünən bir cavan uşaq idi, getdik evinə, tanış olduq, gördük geyimi, keçimi, xarici görünüş, amma dağıdıcı davranışlarla. Evdən qaçmalar, aqressiya, düzgün olmayan dost seçimləri, evdən nə hansısa bir əşyaları aparıb satmaq, borc, kredit, məsəl üçün gedir öz adına hansısa bir mobil telefonda 2000-3000 qiyməti var. Götürür onu, buradan onu 3000-ə götürür, aparır 1000 manata, 1500-ə, satır, yazıq valideyn başlayır onu ödəməyə. Yəni belə halları gördükdə deməli bu övladın düzgün olmayan hansısa bir zərərli vərdişlərin arxasıca getdiyi. Başqa bir simptom varmı yoxsa? Simptomlar baxırdı kimyəvi maddələrdən üzdə yaralar, yuxusuzluqlar, gecələr yatmırlar. Gözaltı qarallar. Yuxusuz qalırlar. Ya gün ərzində bunlarda necə xarakter, yəni hissləri stabil getmir. Gah ya yüksək şən əhval-ruhiyyədə olurlar, ya da dibə düşürlər. Davranışları dəyişir. Yəni o maddə olmayanda qapanırlar otağa, burun axmalar, asqırmalar, qarın ağrıları, hər dəqiqə ayaq yoluna girib çıxmalar. Ümumiyyətlə, bax, danışdığımız bu bəla, problem həm bəylərdə, çox təəssüf ki, həm də xanımlarda çox yayğın şəkildədir. Təəssüf, həqiqətən bunu təəssüf hisslə qeyd edirəm. Çünki indi bəylərdə real olaraq səsləndirsək, bəylərdə illər öncəsində də var idi, indi də var. Amma xanımlarda sanki bu statistikanın olması bir Azərbaycan xanımı olaraq şəxsən məyus eləyir və heç Azərbaycan xanımının əlinə hər hansı bir tütün məhsulu yaraşmır, qaldı ki, o cür asılılıqlardan əziyyət çəkmək. Xülasəsi, istəyəcəm bu haqda əhatəli məlumat verəsən, çünki həm sizin xanımlarla bağlı sırf qadın reabilitasiya mərkəziniz, həm bəylərlə bağlı ayrıca bir reabilitasiya mərkəziniz var ki, şəxs təcrübənizə əsasən qadınlarda asılılıqlar bəylərdəki asılılıqlardan nə ilə fərqlənir? Deməli, mənim elə bir ki, bizdə sırf ayrı xanımlar üçündür. Yəni, bəzi mərkəzlər var ki, içində həm xanım, bəy, o mümkün olası bir şey deyil. Yəni, eyni binada, eyni villada, əgər həm reabilitasiyanın içində həm xanım asılı, həm bəy var, bunlarda sağalma getmir. Ona görə bizim reabilitasiya 2 korpusdan ibarətdir. Bir korpus sırf idarə heyətdə xanımlardır. Yəni, ona görə birinci bunu qeyd edeyim. Və ondan deyim ki, xanımların 99%-ni narkoman eləməklərində ən çox kişilərdir.
ya düzgün olmayan bir özünə oğlan seçir, sevgilisi bunu oturtdurur, yəni belə deyək də Lordi də bunu həmin yola Aslı dartır. eləyir. Bəli. Həyat yoldaşı, hətta həyat yoldaşı olan ya qardaşı, yəni bax bir çox şeylərdə bizdə belə. Ona görə yenə də valideynlər baxın, götürüb bax qayıdaq birinci mövzuya ki, evləndirirlər narkoman. Yəni belə bir hallar da valideyn öz narkoman oğlunu evləndirir ki, mənim oğlum başı qarışsın narkotikin. Həmin Gəlin də ona o qoşulur. narkoman oğul öz həyat yoldaşında tutur narkotik. Bu da başqa bir. Ona görə bilirsiniz. Həqiqətən çox başqa. Yəni xanımların da çox baxın, böyük zərif problem. məxluqlardır məsələn. Xanım elə bir şeydir ki, yəni bunu mən baxıram kişi üçün, yəni bunu iradə ilə çoxu bağlayır. Hal-hazırda mən bura Olimpiya çempionu gətirərəm, oturar bizdən söhbət eləyər. Dünyanın bir neçə yerində amma adam narkomaniyadan əziyyət çəkib, düzdür şükür Allahın da ayıq təmizdir. Bir neçə idmançılar gətirərəm. Alimə kimi gətirərəm. Bu nə təhsildən, nə iradə ilə bağlı bir şeylər deyil. Yəni bu canlı da mən şahidlər gətirərəm, oturar burada danışar bizdən. Amma ki, xanımın bu yola düşməyi çünki çox ağırdır. Yəni bunun ağırları var, acıları var. Bu yol çox düşməyə, yəni oradan təzədən xanımın geri qayıtmaq çox çətin bir məsələdir. Ona görə xanımlar diqqətli olsunlar. Yəni valideynlər də, yəni qızımı verim ərə tez bazar nəsə belə bir mövzularda da araşdırsınlar. Oğlan zərərli vərdişləri varsa sonradan yəni o övladının da o zərərli vərdişlərə cəlb edəcək. Daha xəstə uşaqların dünyaya gəlməsi söz mövzusudur. Siz danışırsınız elə ağalar bəy də orada, mən burada əhvalımızda müəyyən qədər hiss edirəm ki, yəni təsir eləyir, hiss edirik o məqamların hər birini. Təbii ki, xoş bir hal deyil, çox pis bir situasiyadır. Qaldı ki, siz bu proseslərin hər birinin içindəsiniz, mərkəzindəsiniz və o qədər peşəkarcasına yanaşırsınız. Bu sizin güclü psixoloji durumunuzdan, peşəkarlığınızdan irəli gəlir həqiqətən də. Danışacağıq xanımlarla bağlı. Çünki günümüzdə elə bir düşüncə var ki, bəlkə də bayaq dediyiniz sözə qüvvət. Necə ki, oğlanlarda deyirlər, ailə qursun, düzələr. Xanımlara deyirlər ki, ana olsun, bəlkə düzələr. İndi bu düşüncə tərzində yanaşmanızı şərh eləməyinizi istəyəcəm. Amma qısa fasiləyə keçid alırıq, dəyərli izləyəcəyiz. Fasiləmizi keçid alırıq ki, siz də çayınızı, qəhvənizi götürüb ekranlara daha yaxın əyləşəsiniz. Çünki proqramımızın ayrılmaz hissəsi olan musiqi ilə davam eləyəcəyik. Musiqi ruhumuzun qidasıdır. Necə deyirlər, şəfa tapmaq üçün də ruhumuz gözəl olmalıdır. Və musiqili qonağımız var ki, Ceyhun Bakinskinin gözəl ifası ilə qaldığımız yerdən davam eləyəcəyik. Mənzərəsi göz oxşayır hər yanın, dilindədir gözəlliyin dünyanın. Gün ortalar ayrı isidir bizi, gecələrdə Bakım işıqdan yanır. Mənzərəsi göz oxşayır hər yan, gözəlliyin dilindədir dünyanın. Gün ortalar ayrı isidir bizi, gecələrdə Bakım işıqdan yanır. Yaşlıca olsa da sevən ürəksən, sən canımsan, nəfəs kimi gələksən. Dünyanın arasında olsam da mən, ömür boyu sən mənim qəlbimdəsən. Bakım mənim, canım mənim, anam kimi doğmalısan qanım mənim. Hər küçənin tarixi var, sən dostum, sirdaşım mənim. Bakım mənim, canım mənim, anam kimi doğmalısan qanım mənim. Hər küçənin tarixi var, sən dostum, sirdaşım mənim. Sənə neçə mahnılar yazan, zövq alır hər bir kəs qoynunda gəzən. Həm qışı, həm yayı ayrı bir aləm, gözəllərdən gözəlsən Bakım mənim.
olsa da sevən ürəksən, sən canımsan, nəfəs kimi gələksən. Dünyanın arasında olsam da mən, ömür boyu sən mənim qəlbimdəsən. Bakım mənim, canım mənim, anam kimi doğmalısan qanım mənim. Hər köçənin tarixi var, sənsən dostum, sirdaşım mənim. Bakım mənim, canım mənim, anam kimi doğmalısan qanım mənim. Hər köçənin tarixi var, sənsən dostum, sirdaşım mənim. Mənim, canım mənim, anam kimi doğmalısan qanım mənim. Hər köçənin tarixi var, sənsən dostum, sirdaşım mənim. Bakım mənim, canım mənim, anam kimi doğmalısan qanım mənim. Hər köçənin tarixi var, sənsən dostum, sirdaşım mənim. Sənsən dostum, sirdaşım mənim. Təşəkkürlər. Sənətçi dostumuz, sevilən ifaçı Ceyhun Bakinskinin ifasında məhz elə doğulub böyüdüyümüz doğma Bakımızla bağlı gözəl bir ifa gəldi. Məni apardı bu toylara, tədbirlərə sizin mahnınız. Həmişə toy olsun. Amin. Tək. Xoş Siz də gördük. gözəl ifalar eləyin bizim toylarda. İnşallah. Xoş gördük. Bütün tamaşaçılarımızı da, qonaqlarımızı da salamlayıram. Necəsiz? Şükür. Siz necəsiz? Yaxşı, çox sağ olun. Həmişə yaxşı olun. Səhər oyanmaqla bilirəm ki, aranız. Heç yatıram ki, oyanım da. Amma yaxın qalırsınız, onu bilirəm. Hə, yaxında qalır. Yaxın qalırsınız. Tez-tez, xahiş edirəm, tez-tez gəlin. Çağırsınlar, Uzun fasilələr gəlim verirsiniz. demə. Gəl Yeni burada- mövsümdə ilk dəfə idi bizim proqramda. Keçən Sizin mövsümdən bu proqramda. yana nələr dəyişib? Dəyişilib ki, nə bilim, çox şey dəyişib. Yeni layihələr. Var. İnşallah danışarıq o barədə. Danışacağıq sözsüz. Bakı ilə bağlı mahnı ifa elədi elə. Bəli. Gözəl bir ifa oldu. Sizin üçün Bakı nə ifadə edir? Mahnıda deyilən kimi də Mahnını anam boş kimi verin də siz. doğmasan. Ha. Yəni mən bu şəhərdə doğulub başa çatmışam. Mən əslən də Bakılıyam. Mən bu şəhəri çox sevirəm. Yəni Azərbaycanın bütün bölgələrini sevirəm. Bizə doğmadır, amma Bakı mənim üçün daha başqa bir aləmdir. Hər birimizə tək elə Bakıda doğulub böyüyənlər üçün tam başqa bir özəl. Düzdür, Əlbəttə. regionlarımızdan da köçənlər var kifayət qədər paytaxtda, Bəli, amma Bakıda doğulub böyüyənlər üçün Bakı tam başqa bir özəldir, başqa başqa bir bir, dəyərlidir. Bütün Azərbaycan hər birimiz üçün çox əzizdir. Bayaq Əlbəttə dediyimiz ki, kimi. bizim vətənimizdir. Bütün dilbər güclər bizim öz vətənimizdir, anamız qədər əzizdir, amma yenə də Bakı bir istisnadır da. Bəli. Bakı bir istisnadır. Dəyişməyinizi rica eləyəcəm. Çox sağ olun. Qaldığımız yerdə isə davam edirik dəyərli izləyicilərimiz. Bir çox mövzulardan bayaq qeyd etdiyimiz kimi danışırıq, danışmağa davam edirik. Hansı ki, asılılıqlardan danışırdıq. Reklamdan öncə hicama ilə bağlı əhatəli müzakirələrimiz gedirdi. İzləyicilərimizdən bir neçəsinin hicama ilə bağlı sualları var və Ağlar bəy istəyəcəm siz cavablandırasınız. Orqanizmdə baş verən hansı proseslər hicamada əvəz olunmaz bir, hicama daha doğrusu həmin o xəstəliklərdə də əvəz olunmaz bir müdaxilə sayılır? Orqanizmdə əsasən baş ağrıları dediyimiz kimi, panik atak tutmalarında, yorğunluqda, saç tökülməsində, ürək damar xəstəliklərində, ayaqlarda insanlarda qıc olmalar var, keymələr var. Çox adam deyir ki, ayağım buz kimi olur, soyuq olur ayağım və bu ayaq ağrılarına hicama eləyirik, ayaq nöqtələrinə eləyirik. Ümumilikdə insan bədəndə 6000 hicama nöqtəsi var və hər bir xəstəliyin də öz nöqtələri var ki, ora qoyduğumuz zaman hicama bankalarını o xəstəliklər aradan qalxır.
Aha. Ceyhun bəy, daha öncə tətbiq eləmisiniz bu hicama prosedurunu? Yox, mən o sözü birinci dəfə eşidirəm burada. Hicam əslində. Qan alma, hə. Yox, mən onu qan alma kimi bilirəm də, yəni. Amma belə venadan qan alma deyil. Yox, o Kapillər, dəri altı kapillər damarlardan uşaq vaxtı o bizim kürəyimizə banka qoyur. Epidermis qatından çəkilən qandır. Onu hər kəs tətbiq eləyə bilər. Xeyr, mütəxəssis. Bax deyirəm məsələn uşaq vaxtı uşaq kim tətbiq edir? Yox, onu türkəçarə deyirlər də o vaxtı. Xalq səbatı. Keçmişdə ümumiyyətlə nənə babalarımızdan eşitmişəm, mən adını öz nənəmdən eşitmişəm. O vaxtı belə sterilizasiya önəmli deyildi. Məsələn, evdə 9 dənə uşaq var olurdu. Məsələn, 3 kiloluq bankanı götür, ya böyük bir bankanı götür, hərəsinə bir dənə banka qoydu. Onun bankası ona, bunun bankası buna. Yəni belə eləyirdilər. Amma bugünkü gündə sterilizasiya önəmlidir. Burada kürəyə qoyulan bankanın o bankanın fərqi var axı. Yox, o vaxtı mən sizə bir dənə söz deyim də, o vaxtı hamı bir stəkandan su içirdi. Xəstəlik yox idi, bir şey yox idi, amma hamı da sağlam böyüyüb. İndi nə qədər sterilizasiya edirlər, sağlamlıq yoxdur. Tərkibdə Bu da acı reallıq. Tərkib, reallıq budur. Qidalarımızın tərkibi dəyişib hər bir şey. Hava oksigenlə zəngin deyil, qidalar keyfiyyətli deyil, yağlar keyfiyyətli deyil. Hər birinin qalıqları, atxotları gedir dəraltı kapillərlərə. Hə, bu dəraltı kapillərləri təmizləmək üçün hicama bir mənalı vacibdir. Bu danışdığımız hal-hazırda reallıqdan şikayətləndiyimiz məqamlar çoxdur. Hansı ki, Ceyhun bəy deyir, reallıq və günümüzün təəssüf ki, aktual mövzularındandır. Və düşünürəm ki, bu cür problemlərlə, məsələn deyirik, qidaların tərkibi dəyişib və yaxud da bu və digər mövzular, özümüz gedib bazardan hər hansı bir məhsul alıb özümüz yeyə bilərik və yaxud da əkə bilər, kimisi indi təbii ki, şərkənin şəraitinə baxır, sözsüz bu və digər mövzularda. Bəs danışdığımız asılılıqlar mövzusunda Anar bəy, asılılıqların qarşısını almaq üçün sizcə nə etmək lazımdır? Nəyə lazımdır ki, bu problemlər daha da artmasın, azalsın? Əsas problemlərdən biri budur ki, bizdə bütün bunun ən az aktual olan narkomaniyanı deyək də, yəni asıllığın növləri var, iqromaniya var, alkoqolizm var, bir də narkomaniya. Yəni hal-hazırda dağıdıcı daha sürətli olduğu narkomaniyada həm də yaşı cavanlaşır, az yaşdan da. Yəni bunun ən böyük problemi cəmiyyət hər bir şey polisin üzərinə yükləyir. Yəni bu tək polisin problemi deyil. Yəni burada müəllimlər də, yəni bütün sahələr də, yəni valideynlər də hamısı diqqətli olmalıdır. Elə kütləvi informasiya vasitələri də, maariflənməlidirlər, birinci növbədə maariflənməlidirlər. Çünki biz necədir, valideynlər utandığından bunları yəni bildirmirlər. Statistika əgər götürsək, yəni statistika ilə çoxdur narkomaniyadan əziyyət çəkənlər. Valideynlər bunları gizlədir, yəni heç yerə çıxartmır da evdən qırağa. Və yaşadığı elə bir cəhənnəm yaşayır ki, yəni valideyn evin içində. Onu heç kimlə bölüşənmir. Bu da biz necədir, ssenari eyni də aktyorlar ayrıdır. Yəni eyni ssenari üzrə yaşayır valideynlər, bunun hamısı cəhənnəm. Ona görə maariflənməlidirlər, zəng eləməlidirlər, öyrənməlidirlər ki, öz fəaliyyətlə məşğul olmasınlar da, öz bildikləri metodikalar var, onları istəyirlər tətbiq etmək, onların da heç bir nəticəsi vermir. İnsanın özündən də təbii ki, çox şey asılıdır. İnsanın məsələn indi narkotik növləri elə dəyişilib ki, insan sağlam düşüncə tam itir. Məsəl üçün mən bir də görürsüz, biz də sosial şəbəkələrdə danışırıq canlı, ya bizə yazırlar ki, mən getdim həcc ziyarətinə, nə bilim, Qurana əl bastım, filan kəsə səni vurdu, dayandı. Bu heç, bunu başa düşdük. Bu insanda ola bilər ki, asıllıq xəstəliyi olmayıb. Bu yəni düşüb hansısa bir kuruqa, hansısa bir insanlarla bir münasibətdə olub, dadına baxıb bir dəfə, iki dəfə, bir il, 2 il bitib. Yəni həyatındansa bir problem baş verir, bu adam dərk edib ki, həmin boşluqdan. Bəli, bu dərk edib ki, geriyə çəkilməyim, dayanmalıyım. Amma hal-hazırda ki, çıxan bu narkotik növləri elə bir narkotikdir. Bunlar insanda tam sağlam düşüncəni itirir. Sən heç bir öz xoşuna sağlam addım atıb geriyə çəkiləməzsən, həyatında nə qədər də dibləri getsən, polislə problemi olsa, türmə, orqanizmlə problemin nə də olsa, sən yəni ondan əl çəkirsən. Yəni burada hər hansı bir müqəddəs kitaba əl basmaq, iradə, bu kimi hallar deyil də. Necə ki, xərçəng xəstəliyinə əziyyət çəkən insana yardım eləyib onu sağaltmaq lazımdır. Təzə xəstəsi olan insana sağaltmaq üçün. Xroniki xəstəlik. Yəni istənilən bu bioloji problemimiz kimi bu da bir bəladır, bu da bir xəstəlikdir və buradan da xilas olmaq üçün söz vermək, and içmək yerinə əksinə müalicə olmaq lazımdır. Qadın korpusunuz haqqında istəyəcəm soruşum sizdən. Qadın korpusunuzda müalicə alan, reabilitasiya görən xanımların əksəriyyəti ana olan xanımlardır, yoxsa ana olmayanlardır? Mənim özümə şəxsi maraq. Ana olan da var, elə var, 3 övladı var,
var, bir xanım var bizdə, 4 övladı var idi. Çünki qadınlar üçün analıq hissi ən müqəddəs hiss sayılır da. İndi qadın olaraq bunu deyirəm. Yəni uşaqlarını belə gözü Bu görmürsə. narkotikin ağrısı var ha, o lomka dillərdə. O gələndə insana sən həmin müddət heç nə yadıma düşmür. Evlad da yadına. Heç bir şey. Analar dəyişiblər indi. İndi analar dəyişiblər. Hə, də biabır vəziyyətdir. Əvvəl, yox, bilirsiniz necədir? Mən sizə bir dənə söz deyim. Müəllim düz buyurdu. İnsanı əhatə çox da insana təsir eləmir. Eləmir? Yox, çox təsir eləmir. Çünki mən elə əhatədə mən böyümüşəm, elə əhatədə yaşamışam ki, mənim 99%-i yəni bu işlə məşğul olan olub. Mən tək orada başı çıxarmışam. Yəni özümdən asılıdır o. Bir də belə bir şey var ki, indi siz də bilərsiniz, bizdə efirdə məsəl üçün bir kinodur və yaxud nədirsə görsədirlər narkomaniya ilə bağlı, içki ilə bağlı, o ilə bağlı. Evdə tez dəyişirlər kanalı, uşaq görməsin bunu. Belə bir şey var. Pis şeylərə baxmasın. Əksinə mən fikirləşirəm ki, belə şeyi görsətmək lazımdır ki, uşağa. Gecən bax bunun axırı necə olur? Maarifləndirmə. Maarifləndirmək, yəni Başa bax salmaq. bunu. Yəni oturub bunu başa salmaq kimi, bax bunun axırı belə olar, elə olar, bu uşaq onsuz da onu başa düşməyəcək. Niyə görə o gözü ilə görməsə onu, o dilləri başı daşa dəyməyəcək, başa düşməyəcək. Onu gərək görsədəsən ona bir canlı bir nümunə kimi görsədəsən, bax bura gedə bilərsən də, sən axırın bu ola bilər. İstəmirsənsə bunu, yəni heç o barədə fikirləşmə. O insan da istər-istəməz, o əhatəsi nə qədər də desə ona ki, bu belədir. Mən məsəl üçün, mənə də çox təklif olunub o barədə. Amma mən bunun axırını biləm, mən bunu görmüşəm, necə olur. Ona görə mən ondan həmişə uzaq olmuşam, həm də başa da salıblar evdə. Yəni, çox valideynlər bizdə düz buyurdu ki, gizlədirlər, utanırlar və yaxud mənim balam hamısından təmizdir, belədir, elədir. Amma baxırsan ki, heç də elə deyil. Hə, elə deyil. Amma onu gərək müalicə eləsin. Çünki bu elə bir şeydir ki, bu puldan asılı olan bir şeydir də. Bu özü məşğul oldu, səhər pulu qutardı, bu kimisə dartacaq ki, o pul xərcləsin. Həm özünə, həm buna. Ona görə bununla çox ciddi məşğul olmaq lazımdır. Deyirlər ki, bir neçə qadınlar, yəni qadın mühitində çox da bir yerdə dayan ola bilmirlər də. Müəyyən qədər müddətdən sonra artıq mübahisələr başlayır, müzakirələr olur. O xanımları necə firavan həyata sövq eləmirsiniz? Neçə xanım reabilitasiyada? Hal-hazırda 28-ə yaxın xanımdır. Hə, 30 xanım az bir say deyil. Onları idarə heyəti xanımlardır deyənə. Bunlarda necədir? Bax, mən ona görə vurğulayıram da. Dostluq münasibəti yaratmışsınız onlara. Bəli, o xanımlar bir-birindən, amma onların daxil bir dənə, yəni kişi xeylağı görən kimi həmin o problemlər baş verir. Ona görə bunları idarə edən heyətdə xanımlardır. Xanımlar bir-birindən dil tapır, yəni mehribançılıq, hər biri bizdə qrafika ilə də günün nizam qaydaları var, onunla gedir. İstirahət vaxtı, proqram üzrədir. Səhər yuxu vaxtında yuxudan durmaq, idman, meditasiyalardır, yoga dərsləridir, psixoloji, terapevtik qruplardır, əyləncə vaxtının öz vaxtı var. Təmizlik, yəni hamısı vaxtlandır. Ona görə bölünüb. Belə bir reallıq var, hansı ki onu mən keçən illərdə oxumuşdum. İstəyirəm sizin şəxsi təcrübənizi bölüşəsiniz. Yalnız asılılıqdan əziyyət çəkib sağlam həyata qayıdan insan aslı insana kömək eləyə bilər. Bəli. Bu proqram, yəni ümumiyyətcə mən həmişə vurğulayıram. Yəni heç bir narkomana nə həkim kömək eləyə bilər. Nə psixoloq, nə psixiatr, nə bilim, yəni heç kim kömək eləmir. Sadəcə olaraq, yəni Azərbaycana yəni yeni gəlib də proqram, 6-7 ildir gəlib. Amerikada icad olunub bu proqram. Əsrin ən güclü icadı sayılır Amerikada 12 addım proqramı. Həmin o proqramın köməkliyi ilə, yəni hal-hazırda minlərdən insan, demək olar, mənim özüm elə 200-300-dən çox insanı sağlam həyata qaytarmışam 3 il ərzində. Hansı ki, yəni bitmiş insanlarda sonu mən adam olub 4 dəfə, 5 dəfə yəni türmə həyatı yatıb, çıxıb bu adam skameykaların üstündə yatır. Yəni tək bu sənə narkomaniyandan dolayı sənin həyatını tez bir zamanda bərpa eləməyə də kömək edir. Təsəvvür edin ki, bir insan küçədə yatır, skameykanın üstündə, həyatda hər bir şeyini itirib, bunu yerləşdirmiş reabilitasiya mərkəzinə, bu proqramı öyrənib, bir müddət bizim yanımızda işləyib və çöldə nəyi, nə cür, necə eləməyi
həyatın, yəni alqoritmlər vardır. Elə bir alqoritmlərlə hərəkət etməlisən ki, sənin həyatında bir çox şeyləri bərpa edə biləsən. Və elə onu öyrəndikdən sonra yiyələnib bizdə 2 mərhələdən ibarətdir. Bir var 6 ay qapalı şərait, bir də var çöl şəraiti. Çöl şəraitində adaptasiyası adam bu dəqiqə yəni hansısa bir biznes sahəsində uğur qazanır, ya hansısa bir dövlət işindədir. Yəni bir çox şeylərdir. Bu tək sənin narkoman problemi deyil də, narkotik, asılılıqla deyil. Həyatını da tez bir zamanda qaytarır. Əslində bax danışdığımız asılılıqlar mövzusunda mən düşünürəm ki, əsas iş maariflənmədir, maarifləndirmədir. Çünki bayaq Ceyhun bəyin dediyi sözə qüvvət, mənim çox bir məşhur kitabda, narkoloq Asif Kəngəlinin kitabında, kitabın arxasında bilmirəm, baxmışsınız yoxsa, şəkli çox gözəl, maraqlı bir şəkil var idi. İllər öncəsində görmüşdüm. Bir insandır, qarşısında 3 yol var, bir yerdə belə sağlam həyat, orada ağaclar, güllər, çiçəklər var, ailəsi onu gözləyir. Bir yerdə qəbirstanlıqdır, qəbir var, bir yerdə isə həbsxana həyatı var. Yəni bu 3 yol həmin o insanın, fərq eləmir xanım və yaxud da bəyin, qarşısında olan 3 yoldur ki, qəbrə, Sibirə, sağlam həyata özü seçməlidir. Deməli necədir? Bax, yaradılışdan baxın, bizim var sağ tərəf, sol tərəf, mələk deyirik, şeytan var. Dini nöqteyi nəzərdən. Bəli, dini nöqteyi nəzərdən görsək. Amma psixologiyada buna deyirlər xarakter qüsurları, xasiyyət qüsurları, bir də dəyərlər. Məsəl üçün, sənin həyatında baş verən hadisə, ümumiyyətcə bizim günümüz nədən ibarətdir? Səhər durduq, informasiya və hadisələrdən ibarətdir. Məsələn, gəldi bura hadisə baş verdi, informasiya gəlir. Sən bu informasiya hadisələrə hazır olmalısan. Sənin həyatında baş verən hadisələr və informasiya sən qüsurla da yanaşa bilərsən, qüsursuz da yanaşa bilərsən. Tamahıbı qorumalı olduğun yerdə tamahkarlıq göstərdinsə, sənin həyatın geriyə gedir. Səbirli olduğun yerdə səbirsizlik göstərsən, dostcanlı olduğun yerdə daha və belə sayılır. Ona görə insan birinci növbədə deyirlər, insan özündən asılıdır. Əlbəttə ki, insandan asılıdır, amma bir var xəstəlik, bir də var xarakter. Məsəl üçün, əgər sən bir rak xəstəliyinə deyə bilərsən ki, kişi ol, xəstələnmə, ağrama, ya şəkər, bu adam şəkər xəstəsidir, şəkər. Sən bunun sənin iradən olsun. Nə iradə? Ola bilər, yəni bir müddətdən sonra, sən bunun sağlam düşüncəsini qaytarandan sonra, bu insan xasiyyət qüsurlarını tanıyandan sonra, özünü düzgün şəkildə analiz edəndən sonra, sağlam düşüncə buna qayıdandan sonra, əlbəttə ki, ondan sonra sən ona iradə də söhbət edə bilərsən, xarakter söhbəti. Amma bir insan ki, hansı bir maddədən asılıdır, siz də mənim başım, burnunun suyu axır, asqırır, ayaq yolundan sıxılır. Sən ona nə iradədən, nə ağıl öyrədə bilərsən, özündən asılıdır, heç bir şey deyəməzsən. Yəni bütün xəstəliklər kimi bu xəstəliyin Əlbəttə ki, reabilitasiyaya bu xəstəlik var, kimi ehtiyac qəbul var. eləmək lazımdır. Bunları tutub türmələrə basmaq, aparıb detoksikasiya eləyirlər. Düzdür, narkoloqlar var, buradan da salamlayıram, Allah köməklər olsun. Onlar bir müddətə kimidir. Yəni, bir narkotikdir, məsələn, bir var qanunlu narkotik, bir də var qanunsuz. Damarına, venasını qoşub 10 gün bunu yatızdırıb, oyandı, buna sağlam düşüncə gəlmir. Bu detoks. Vaxt qayıtmır, bu sağlam addımlar atan bir həyatında və yenidən yenə dönür. Onların da bir nəticəsi yoxdur. İndi bu sağlam addım haqqında danışacağıq ki, sağlam addımda digər reabilitasiyalardan fərqli və özəl eləyən hansı məqamlar var, əhatəli müzakirəmiz olacaq və eyni zamanda bayaq Anar bəyin də təsisçi rəhbər Anar bəyin də dediyi kimi sağlam addımda xanımlar, bəylər özləri də mütəmadi hicama prosedurunu tətbiq edirlər. İndi profilaktik tətbiq edirlər, yoxsa ağrılarla bağlı onu danışacağıq fasiləmizdən dərhal sonra. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik dəyərli izləyəcəyimiz. Canlı efimizə qoşulmaq istəyib qoşula bilmək izləyəcəyimizin hər birinə qeyd eləmək istəyirəm ki, proqramımız canlı yayımlanır və siz bizi sosial şəbəkə üzərindən də izləyə bilərsiniz və sosial şəbəkə demişkən qonaqlarımızla əlaqə saxlamaq istəyən izləyicilərimizin hər biri Monitoring Theater bölümündə əlaqə nömrəmiz, sosial şəbəkələrimiz və digər əlaqə saxlamaq üçün koordinatlarımız qeyd olunur. Yəni siz Sağlam Addım Reabilitasiya Mərkəzi, eləcə də hicama proseduru ilə bağlı Ağalar bəylə də rahatlıqla əlaqə saxlayıb müraciətlərinizi eləyə bilərsiniz. Sizin pasiyentiniz olan Cəfər İbrahimov, Leyla xanım hər biri təşəkkür edirlər sizə. İndi faydasını gördüklərini deyirlər və elə onların sözünə qüvvət mövsümüdür bu hicama prosedurunun. Bu mövsüm demişkən, varmı elə bir mövsüm ki, sırf yayda olar, payızda olar hicama proseduru? Hicama əslində bütün fəsillərdə ola bilər. Prosto insanlarda belə bir düşüncə var ki, ancaq yaz payız aylarında ola bilər hicama. Yaz payız ayında, yazda hicama olunan hicama yayda olan xəstəliklərin qarşısını alır və payızda olan hicama da qışda olan xəstəliklərin qarşısını alır. Amma yayın özündə də məsəl üçün
hicama olar. Prosto insanlara güvən olmadığına görə hicama etdikdən sonra 24 saat müddətində su dəyməməlidir o nahiyələrə. Mən yayda hicama eləmirəm. Gedirlər dənizə, ora, bura su salırlar, mikrob salırlar, sonra gəlindi problemlə qarşılaş. Problemləri həll etməyə çalış sözsüz. Ümumiyyətlə müxtəlif bədən tiplərinə, yaş qruplarına və yaxud da orqanizmdə olan şikayətlərə görə hicamanın tətbiq dairəsi də fərqli-fərqli mi olur yoxsa? Bəli, insanlara görə dəyişir hicama müalicəsi. Yaş qrupları əsasən 3 yaşdan yuxarı uşaqlarda və 60 yaşdan da yuxarı eləmirik. 3 yaşdan yuxarı edirik və 60 yaşdan aşağı insanlara daha çox hicam edirik. Əgər zərurət yaranarsa 60 yaşdan yuxarı insanlara eləyərik 3, 5, 6 banka kimi. Bu prosedurlarda deyək, hicamat proseduru sırf profilaktik metoddur, yoxsa ağrı olduğu zaman mı gəlmək lazımdır mütləq? İldə normalda 2-4 dəfə profilaktika məqsədi ilə eləmək olar. Məsələn, baş, boyun, beli təmizləyirik. Birinci seansda 10-12 banka qoyuruq. İkinci seansda ayaqları təmizləyirik. Dediyimiz kimi ayaq ağrılarına kömək edir. Daha sonra 6 ay müddətində gedir insan, heç bir problemi olmur, şikayətləri olmur, ayaq ağrılarından, bel ağrılarından əziyyət çəkmir. Daha sonra 6 ay sonra gəlir, yenidən eləyirlər hicamı. Əslində bax, müasir günümüzdə istər paytaxtda, istər regionlarda bu xroniki yorğunluq, əsəb stres halları, eyni zamanda az yuxusuzluğun verdiyi fəsadlar, panik atak problemləri, psixoloji sıxıntılar və yaxud da gərginliklər. Bu sıxıntılarda, bu problemlərdə hicamanın effektivlik dairəsi çox genişdir. Yəni başa, boyuna qoyduğumuz hicama zamanı dediyimiz kimi bu istər-istəməz insanda olmayan, yəni insandan asılı olmayan panik atak problemlərini aradan qaldırır. Bu problemlər tamamilə götürülür. Ümumiyyətlə sadəcə qanama prosesi deyil də, bu həm də bədəni, beyni sıfırlayan bir yeniləyən bir prosedurdur ki, bu baxışla hicamanın bir növ psixoloji dəstəyi funksiyası daşıdığını deyə bilərik. Bəli, deyə bilərik. Bilirsiniz, dəridə olan, kapilyarlarda yığılmış qalan adxot qanı çıxardırıq biz. Və çıxartdığımız zaman 2 gün ərzində onun yeri həm sağalır, həm də ki, onun yerinə təmiz qan dolur. Və bundan sonra insanda gümrahlıq, yorğunluq hissi aradan çıxır, yaddaşsızlıq problemləri aradan qalxır, əsəb, stres yox olur. Yəni düzgün olunan hicamı var, düzgün olunmayan hicamı var. Təbii ki, bəzi insanlar qorxurlar, deyirlər ki, kəsiklərin izləri qalar və yaxud da yer sterildimi, nədən istifadə. Bir dənə pasiyentim var idi, deməli mənə zəng elədi, qardaş salam melek, dedim salam, hicam olmaq istəyirəm. O bankaları neyinirsiniz? Dedim, ay qardaş, bankanı neyniyəcəm? Dedim, o bankanı neyniyəcəm mən? Götürüb atıram. Dedi, işte qardaş, gəlirəm, eləyirsiniz. Nəsə gəldi, Allah canları sağ eləsin, bəlkə də bizi izləyir ekran arxasından. Yoldaşı gəldi, məsələn, uşaqları gətirdi, qaynatası gəldi, elədim. Nəysə dedim, ay qardaş, yanıma gələn, dedim, ay qardaş, bu nə sual idi mənə verirdim də, yəni o bankanı, mən sənin qanlı bankanı neyniyəcəm, atacam təbii ki. Deyir, qardaş, birində zəng elədik, bir xanıma zəng elib məndən qabaq. Bu da gözünə döndüyüm, deyir ki, şeydir, heç nə, ay qardaş, neyini təmizləyib, spirtləyib, təzədən bir istifadə edib. Bu da təbii ki... Bəlkə banka lazım olub onu soruşub. Bəzi insanlar var ki, bugün örgənlər, sabah gedirlər, hicab edirlər, o düzgün deyil. Təbii ki, bunu mütəxəssis eləməli, tibbi təhsil olmalıdır. Banka çatdırmazsınız ki siz onu. Alırıq, istifadə edirik, atırıq, yəni bir insanın bankasını özünə istifadə eləmək olar. Məsələn, o kimdir o qanlı bankanı gedib yuyub təmizləyən, heç kim eləmir, onu atılır gedir. Eləyənlər var da, istənilən halda bütün mövzularda tibbi təhsil, yəni ümumiyyətlə orqanizmlə məşğul olan insanlar tibbi təhsilin olması və bu sahənin mütəxəssis olması mütləq vacibdir. Siz danışdığınız vaxtda xroniki yorğunluqdan, ümumiyyətlə tətbiq olunan hicama prosedurlarının effektivliyi bağlı Anar bəy qeyri-ixtiyari təsdiq verir başından. Anar bəy, bu periodlardan keçən bir bəy olaraq istəyirəm sizdən Anar bəy özü də elətdirir də. Təəssüratlarınızı soruşum. Hansı nahiyəyə tətbiq edirsiniz o hicama prosedurunu? Bayaq dedi, müəllim dedi ki, biz məsələn əslində düzdür, biz də elə o fəsillərlə bağlayırıq ki, hansısa fəsillərdə, amma deyir fəslin fərqi yoxdur. Bir tərəfdən baxanda, amma fəsillər var ki, insan özünü biraz diskomfort hiss edən var da. Bir var yayın gəlməyi, indiki payız aylarına gələndə insan daha çox yuxuya meyilli olur, daha çox yorğun olur. Həmin müddətdə hicamı istifadə edəndə biraz insan özündə yüngüllük hiss edir. Mən əsasən ayaq nahiyələrə vururam, bir də boyun, baş. Ən çox sevdiyim bu baş nahiyələrində qoyur ki, orada beyin elə bir ki, nəfəs alır da, başın elə bir yenidən nəfəs alır, yenidən dünyaya gəlir. Cikli qan çıxır, avtomatik
beyinə qan dövran sürətlənir. Yorğunluq Çox gözəl, gedir. möcüzəvi bir prosedurdur. Enerji Siz də gəlir elətdirsəz insana. qorxmayın. Siz də Ceyhun, elətdirsəz risk eləyərsən. Enerji. Mən elə istəyirəm elətdirim ki, o xroniki yorğunluq deyilən məndə var. Mənim də işimdən asılıdır ki, yəni, ayaq üstə çoxdur yanıram. Enerji lazımdır həm sizin Enerji işdə. lazımdır əlbəttə ki. Mən biliyorsan ki, gedə-gedələ yatıram, ona lazım olur o. çox xeyirlidir. Yəni gələrsiniz. Yəni sonra yol, mərkəzində. inşallah yəni əlaqə nömrəsini götürəcəyəm. Olur da biliyorsan ki, yuxu gəlmir, amma ki yorğunluq var. Elə bir səhnəyə çıxırsan bir yarım saatdan sonra hiss edirəm ki, ayaqlarım ağrıyır. Mən sizi məsələn efirdə həmişə o abu-havada görmüşəm, nə yalan deyim. Bəli. Amma sizi səhnədə heç yorğun görmürəm. Yəni o peşəkar səhnədə, el məclislərində başqa bir Ceyhun görürəm sözün əsl mənasında. Yəni dinamik olur, enerjili olur, səhnəni başqa cür idarə eləyir. Bu çünki mən o mənim daxilimdə olandı da, onu mən cəmaata bildirməməliyəm axı. Ki, yəni onu kamuflaj edirsiniz, amma yenə də yorğun hiss edirsiniz. Problemim var ya nəsə də, yəni insan problemi ola bilər, amma səhnəyə çıxanda onu yaddan çıxartmalıdır. Çünki kiminsə bir xeyir işinə gəlirsən, orada problemin ona aidiyyatı yoxdur. Yəni sən o məclisi idarə eləməlisən, ona görə. Ümumiyyətlə hər işdə elədir, hara getdinsə. Həm də bilirsiniz necə, bu publikadan da çox şey asılıdır. Elə publika var ki, o adamı yorur. Elə publika var ki, sən gəlirsən ora belə yorğun gəlirsən, amma publika elənçinə səninlə əlaqədə olur ki, enerji verir. Hə, enerji verir sənə, sən hər şey yaddan çıxır, başlayırsan elə. Mühitə, abu-havaya düşməyə. Qoşulursan ora. Yay necə keçdi? Oradan bayaq reklamda soruşdum, elə efirdə də soruşdum. Yay gəldi ki, keçsin. Yay belə görmə. Hava soyuq oldu dediniz. Görən oldusa salam desin. Hə, yay sürətli keçdi, düz deyir. Əvvəllər yadımıza gəlir də, yay gec başlayanda gec də qutarırdı. İndi necə gəldi, necə getdi heç bilinmədi. Yəni çox gec başladı. İstirahət eləyə bilmədiniz? Yox, istirahət yox. Bəs yeni layihələr? Yeni layihələr indi Sadıqla bir dənə duetim inşallah. Sadıq ümumiyyətlə hara itib yoxa çıxıb? Sadıq bu vaxtlar yatır da. Bildim, yatır, okey. Amma yəni efirlərdə də görmürük son dönəmlərdə. Yox, çıxır efirlərə. Sadəcə onun vaxtı vardı. O vaxtlarda, durduğu vaxtlarda çıxır efirə. Axşam efirlərinə çıxır. Hə, o elənçinə, bu yaxınlarda bir Namiq Qasımovla dostumuzla da bir duet, yeni duet yazdırdılar. Yəni işləyir, yəni yoxa çıxmayıb. Salamlayıram hər ikisini də. Uğurları bol olsun. Biz salamlarımızı, hörmətlərimizi göndəririk. Hər ikisinə sözsüz ki, elə yeni işlərdən danışmışkən, sizin də Anar bəy, sosial şəbəkədə yeni işləriniz olur. Bizim dəyərli Nail bəy ilə birlikdə, Nail Kəmərli, hansı ki, onun da bu sahədə kifayət qədər çox böyük əziyyəti var və insanların sağlam həyata qayıtmasında, cəmiyyətimizin bu sahədə maariflənməsində həddən ziyadə çox böyük işlər var. Bloger kimi fəaliyyət göstərdi, səhv eləmirəmsə Nail bəy. Nail bəy bloger kimi fəaliyyət göstərir. Demək olar ki, cəmiyyətdə ən birinci bu reabilitasiya mərkəzlərinin təbliğatı ilə o məşğul oldu, sağ olsun. Yəni bir çox elə mənim özüm də valideynlərim demək olar ki, onun verilişinə baxıb məni reabilitasiya mərkəzinə yönəldiblər. Mənim özüm də istifadəm olub. Yəni bu biz də bundan əziyyət çəkmişik 20 ildən çox. Yəni mənim də valideynlərim hər bir şey tətbiq ediblər. Yəni bu mübarizə yolunda hər bir şey. Hal-hazırda Nail bəyin növbəti layihələrindən biri də məktəblərdə bu maarifləndirmə işlərinin aparılmasıdır. Bu həftə də regionlarımıza getməlidir, səhv eləmirəmsə. Salamlarımızı göndəririk Nail bəyə. Hansı ki, məktəb dönəmindəki şagirdlərə sırf bu işlərin, bu bəlanın sonu hara gedir, maarifləndirici bir yerdə çarxlar. gedirik, məsələn, bir çox ərazilər üzrə gedirik. Yəni orada mövzu nədir əsasən? Yəni bu gənclərin məktəbə, yəni sırf təhsilə, dinə, yəni hansısa həyatında uğurlar qazanma yolunda getmək əvəzinə hansı yola üst tuturlar? Ən çox bu başlayır Varovskoylarda. Bunlar da bu dəqiqə gənclər arasında YouTube-da bunları çoxuna deyirəm, YouTube-un çıqqılaf dartətləri. Yəni YouTube-da bunlar başlayırlar belə mövzularda, tematikalarda, uğuru var, belə şeylərə baxmaqla və sonunda yəni o valideynin, məktəbin, cəmiyyətin onlara qoyduğu səmt vardı, o yol var. O yol başlayır dəyişməyə. Yəni sonunda onlar onsuz da gedib hansısa bir indi var da yəni o yolun yolçuları da, o yolu gedənlər də var. İndi bizim onlarla bir problem yox. Yəni o yol onsuz da gedimlər, sonunda narkomaniya. Yəni
düzgün olmayan ya alkoqolizm, ya qumar, ya narkomaniya səmtinə. Ona görə biz çox vaxt gedirik, mənim özüm əsasən məktəblərdə bu mövzuya toxunuram ki, gənclər, yəni beyinlərin boş bir mənasız informasiya ilə doldurmasınlar. Bunları irəli aparan, uğura aparan məlumatlar toparlasınlar ki, gələcəkdə bunlara uğur gətirsin. Reabilitasiya mərkəzinizdə istər xanımlar, istər bəylər tərəfindən yəqin ki, böyük əksəriyyəti könüllü gəlməz, yox? Yoxsa könüllü gələnlər də var? Yəni könüllü gəlməz. Valideyn mənə zəng edir, deyir ki, mənim övladım deyir, gəlmir, deyir, istəmir, boynuna almır, ya istəmir, özüm düzələcəm. Necə eləyək? Deyirəm ki, o öz xoşu ilə gələsi deyil. Deyir, niyə? Dedim, o səni öldürməyincə hara gəlir? Yəni bir narkoman anasının, valideynin, atasının hansı bir xəstəliyə düçar eləməsə, öldürməsə öz xoşundan gələndir. Sadəcə olaraq bizim konsultantçamız var. Siz bizə zəng eləyir valideyn, mən ona müddət deyirəm. Bax bu müddətlə mən dediyimlə get, sənin övladın özü qərar verəcək. Sumkasını yığacaq, zəng eləyəcək ki, gəlin məni aparın. Amma sən onun kreditini ödəsən, sən onun yeməyin ver, içməyin ver, paltarını yu, kommunalını ödə, telefonunu al, borcun bağla, əlbəttə ki, onun komfortuna barmaq eləməlisən. Yəni valideyn bilmədiyi şəkildə dolayı yollarla, narkomanın sponsoru valideyndir. Onun bilmədən onun ölümün yaxınlaşdıran onun valideynidir. Bizim cəmiyyətdə bayaq dediyiniz bu, o da bir xəstəlikdir, buna da bir xəstəlik kimi yanaşmaq lazımdır. Xərçəng xəstəliyi, şəkərli diabetlə müqayisə edir, amma reallıq budur ki, narkotik istifadə edən insana damğalanmış bir insan kimi baxılır. Yəni sanki bir damğa vurulur o insana və o insan işdən çıxarılır, uzaqlaşdırılır, müəyyən qədərində bilməm haqlı ya haqsız. Xülasəsi təcrid olunur həmin o mühitdən. Həmin o insan təbii ki, reabilitasiya mərkəzinə tutandan sonra İş tapmaqda da çətinlik çəkir, normal sağlam həyata qayıtmağında da çətinlik çəkir. Reabilitasiyada sizin reabilitasiya görən həmin o pasiyentləriniz, xanımlar və yaxud da bəylərlə bir dəfəlik sağollaşırsınızmı kurs bitəndən sonra, yoxsa davam edirsinizmi? Necə olur məsələ proses? Deməli, siz elə bir mövzuda danışdınız ki, mənim 3-4 dənə ona cavabım çıxdı. Buyurun, əhatəli danışaq. Məsələn, bu 12 addım proqram elə bir proqramdır ki, bu Amerikada icad olunub. Bu kursu bitirəndən sonra sertifikat təqdim olunur. Həmin sertifikatla bizim 3 mənəvi prinsipimiz var. Dürüstlük, yalan yoxdur həyatında, narkotik, kimya maddə, heç bir şey yoxdur. Dürüstlük, hərəkətə hazırlıq, qərəzsizlik. Yəni biz hər bir prosesi tam keçən adam bu 3 mənəvi prinsiplərlə həyatını irəli gedir. Əgər bu hansı mənəvi prinsipi pozursa, deməli bu insan istifadədədir. Ona görə bu Amerikada, hətta ki bir neçə dövlət xadimləri var ki, bu proqramı keçib gəlib hansısa bir uğura qazanıblar. Həm də o sertifikat təqdimi olan onları işə götürürlər. Çünki bilirlər ki, bu insanda 3 mənəvi prinsip var. Dürüstlük, hərəkətə hazır, qərəzsiz. Ondan da əlavə keçir o birisi suala da biz onları həmən buraxmırıq. 2 mərhələdən ibarətdir. Birinci mərhələ qapalı şəraitdir. İkinci mərhələdə çöl adaptasiyası. Ondan da sonra bizim özümüzün çöl qruplarımız var. Çöl qrupları necədir? Yəni şəxsi sponsorlar ayrılır. Yəni hər bir insana sponsor nə deməkdir? Buna deyirlər şəxsi psixoloq kimi. Yəni bu həyatı yaşayan insan müəyyən bir 10 il, 8 il, 7 il, 5 il ayıqlıq olan insandır. Yeni 1 il, 8 ay, 10 ay hansısa bir həyatında bu öz arxasıca onu gətirir. Bizim müəyyən addımlar var. O addımları yazır, həftədə bir dəfə görüşürlər və ona təhvil verir. Hər bir problemin də olanda yığır və bizim qapalı qrup var. Yığılırlar ora, şəhərin bir çox bölgələrində var. Ərazilər üzrə var, yığılırlar, qapanır, obyekt heç kim girmir, ancaq bu xəstəlikdən əziyyət çəkib və sağlam həyata qayıdan insanlar danışırlar. Yəni ən çox bu mövzu danışmalısan, etiraf eləməlisən ki, sənin daxilində gedən proses var da, yəni elə bir mühit olur ki, sən sıxılırsan və yenidən kimya maddəyə qayıtmaq istəmə riskləri var. O risklər yaranmasın deyənə gəlirsən, gündə 1 saat oturub danışırsan və etiraf edirsən. Qeyd etdiyimiz problemlər zamanı ümumiyyətlə şəxsi təcrübənizdə narkoloqun və yaxud da psixiatrın, psixoloqun həmin o narkotik istifadə edən narkomanı sağlam həyata qaytardığını şahidi olmusunuzmu? Yox, mən bunu həmişə demişəm ki, gəlsin dünyanın, həm Azərbaycanın ən güclü həkimi otursun burada, narkoloq otursun, nəticə. Oturub elmi söhbətlərlə, hansısa teoremlərlə çox şey danışa bilərik. Danışaq burada. Nəticə? Nəticə, ən sonu nəticədir. Mən bura o qədər adam gəlir, studiya yerləşməz. Yəni,
Şükürlər olsun, yüzlərlə əlbəttə. insanlar maşallah ayıq həyatı bu nəticədir. Amma gəlsin illərlə narkoloqu ki, bir dənə mən insanı sağaldıb 2 ildir bu adam ayıqdır. Amma yəni biz necə sırf narkomaniyanın əziyyət çəkib də bu daha nə bilim məhəllələrində narkotik vasitə satan insan köçüb deyənə bunu gətirib narkoloqun yanına sıraz gətirib 1 ay, 2 ay, 1 il narkomaniyadan əziyyət, sırf yəni 20 il, 15 il narkotikdən əziyyət çəkən insanı. Onlar düzdür, bizdə var yetərincə savadlı narkoloq, amma bu mərhələli şəkildə olmalıdır. Narkomaniyadan, asılılıqdan sağalma mərhələli olmalı. Birinci gəlir detoksikasiya, sonra gəlir qapalı şərait, 6 ay proqramı, sən bunun vərdiş eləməlidir bu insan proqrama. Sonra gəlir, bu yəni uzun bir yoldur, 4 fəsildir bu. 4 fəsil insanı sağlam düşüncəyə qaytarmaq. Çünki insanın əldə elədiyi xəstə, yəni lazımsız vərdişlər var. Bu vərdişlərdən insanı azad eləmək üçün hansısa 2 dənə sistemlə qayıncı olmaqla bu həll olunmur. Kaş ki heç kimdə bu problem olmasın. Bəli, bəli. Hər zaman gözəl günlər olsun, gözəl insanlar olsun həyatımızda və gözəl yaş olsun bir sözlə. Bu tədbirlər falan eləyirsiniz də, yəqin ki siz də doğum günləri, bayramlar, musiqilər dinləyirsiniz, gözəl-gözəl. Ceyhun bəyin ifalarını dinləyib orada rəqs eləyən konsultantlarınız da var, görürük, hə Ceyhun bəy? Sizdə ancaq gözəl günlər olsun, gözəl günlərdə ifa eləyin. Sizdən yeni layihəyə bayaq soruşdum, danışacağım. İndi mən hələ soruşmaq istəyirəm. Bugün nəsə bir eksklüziv var? Eksklüziv deyəndə, layihə deyəndə ki, konsert hazırlayıram, solo konsert. Nə zaman üçün? İnşallah görək. Hələ onu hələ söhbət gedir. Niyə ümumiyyətlə konsertlər çox tətbiq eləmirsiniz, solo konsertlər? Dinləyicilər biraz... Nə edir dinləyicilər? Dinləyicilər başqa mahnı da demək olmaz, başqa... Hə, YouTube platformasından baxırlar ancaq. Yox, Azərbaycana aid olmayan musiqilər dinləyirlər də, yəni Azərbaycanın daxilində olub Azərbaycana aid olmayan musiqilər dinləyirlər. Ona görə mənim dinləyicilərimin sayı o qədər də çox deyil, yəni Azərbaycanda. Niyə? Çünki zövqlər dəyişilib də biz cəmaatda. Mən yəni ifa Sizcə ümumiyyətlə indiki gənclərin musiqi zövqü necədir? Yox, hamısını demək olmaz. Mən Təxmini. bu yaxınlarda bulvarda elə gəzəndə bir dənə 13-14 yaşında bir dənə oğlan yaxınlaşdı mənə ki, və sizinlə mən şəkil çəkdirmək istəyirəm. Deyirəm, mənə buyur, deyir, başla, mən sizə qulaq açıram, xoşum gəlir. Yəni, kommentdə yazanlarda görürəm ki, Rəylərdə yazılır. Uşaqlar, rəylərdə görürəm ki, uşaqlar var, yəni, yaşı az olan uşaqlar da var. Amma ən çox dinləyənlər yəni köhnə nəsil deyək də, onlar deyil. Sizin bir ifanız da var. Papuri də olacaq desən bu günlər, səhv eləmirəm. Yoxsa alovlu eləyəcək növbəti? Papuridir. İndi növbəti ifamız alovludur. Papurini ən axıra saxlayaq. Yox, alovlu da elə papuri. Alovlu ilə papuridir. Bəli. Onda gəlsin papurimiz. Gəlin səhnəmizdə zəhmət olmasa. Sizin ifanızda alovlu bir papuri dinləyək. İfa sizin. Arasında qoşa gezdik, akşamacan yorulmazdıq, inciməzdik. Bulud ötər, ulduz axar, biz baxardıq, nə bəxtiyarıdır. Ay dolandı, il dolandı, ötdü zaman, sonbaharda aramızı kəsdi duman. O günləri xatırlaram, xatırlaram, nə bəxtiyarıdır. Hey
Qəlbimdə yurt salan sevincim, kədərim. Ah, nələri, nələri tapdıq, itirdik. Ey yalovlu günlərim, qəlbimdə yurt salan sevincim, kədərim. Ah, nələri, nələri tapdıq, itirdik. Hərdən o günlərim düşür yada. Şamat eller zaman zaman ağarsa da, İllər ötür o günləri xatırlaram. Nə bəxtiyarıdır. Ay dolandı, il dolandı, ötdü zaman. Sonbaharda aramızı kəsdi duman. O günləri xatırlaram, xatırlaram. Nə bəxtiyarıdır. Ey yalovlu günlərim, qəlbimdə yurt salan sevincim, kədərim. Ah, nələri, nələri tapdıq, itirdik. Ey yalovlu günlərim, qəlbimdə yurt salan sevincim, kədərim. Ah, nələri, nələri tapdıq, itirdik. Ah, nələri, nələri tapdıq, itirdik. Ah, nələri, nələri tapdıq, itirdik. Bağban oldum, bağ üçün bir gül seçdim, yan üçün. Bağban oldum, bağ üçün bir gül seçdim, yan üçün. Canımı qurban eylədim, dərdimə dərman. Yan üçün canımı qurban eylədim, dərdimə dərman. Yan üçün durna uçmaz yaralı, sensiz baxçam sanalı. Durna uçmaz yaralı, sensiz baxçam sanalı. Ürəyin ay qız nə deyir, görəsən məndən aralı. Ürəyin ay qız nə deyir, görəsən məndən aralı. Bağım, baxçam, ay günüm, incəm, gönçəm, ay günüm. Bağım, baxçam, ay günüm, incəm, gönçəm, ay günüm. Çəkdirmə cəfa mənə, can dedim sənə mənə gözəl. Eşqin dəniz bilicim, doldurar qız bilicim. Eşqin dəniz bilicim, doldurar qız bilicim. Canımı qurban eylədim, dərdimə dərman. Yan üçün canımı qurban eylədim, dərdimə dərman. Yan üçün.
oduna kül olub aşıqı hicran Qərə gedib gözyaşı axıb sel olub aşıqı hicran Qər gedib gözyaşı axıb sel olmağın baxçam A günüm incəm gönçəm a günüm Bağım baxçam a günüm incəm gönçəm a günüm Çəkdirmə cəfa mənə Can dedim sənə mənə gözəl Eşqin dəniz bilicim dolduran qız bilicim Eşqin dəniz bilicim dolduran qız bilicim Canıma qurban eylərəm dərdimə dərman Yar üçün canıma qurban eylərəm dərdimə dərman Yar üçün Proqramımıza qaldığımız yerdən davam edirik və dəyərli izləyicilərimiz. Sentyabr ayının sonuncu günündən sizlərin qarşısındayıq və qeyd eləmək istəyirəm ki, 30 sentyabr tarixini yaşırıqsa, bugün dünyaya göz açan hər kəsin doğum gününü bu özəl gün münasibətini təbrik eləmək istəyirik hər kəsi. Hansı ki, həmin doğum günləri arasında bizim üçün daha da özəl, daha da dəyərli olan bir xanım var ki, onun bugün doğum günüdür. Hansı ki, söhbət Könül xanım Məmmədovadan gedir. Könül xanım Məmmədova Layla School'un aparıcı mütəxəssislərindəndir, aparıcı müəllimlərindəndir. Hansı ki, onun bugün tam olaraq 39 yaş tamam olur. Bu münasibətlə onu ailəsi, həyat yoldaşı, övladları və sözsüz ki, Layla School təlim-tədris mərkəzinin təsisçi rəhbəri Leyla xanım, bütün gül balalar Aynarın Raminin adından özəlliklə təbrik edirəm Könül müəlliməni. Çünki həqiqətən də övladların sevgisini qazanmaq hər müəlliməyə qismət olan bir nüans deyil. Bütün valideynlər adından təbrik edirik. Hər zaman uğurlarınız bol olsun. Könül xanım, yeni yaşınız sizin üçün bol ruzu, bərəkət, sağlam can və yalnız uğurlar gətirsin. Həyatınız hər zaman öz qəlbiniz kimi, simanız kimi gözəl olsun, necə deyərlər. Öpürəm, qucaqlayıram. İnşallah biz axşam doğum gününü qeyd eləyəcəyik, necə deyərlər. Canlı-canlı efir vasitəsindən təbrik eləmək istədim sizi. Və hər zaman olduğu kimi obrazıma görə təşəkkür eləyəcəyim bir dostumuz var ki, o da məhz elə Sumqayıt şəhəri, Gənclər şəhərində yerləşən və Sumqayıt bulvarında yerləşən Nil Butikin yeni kolleksiyasından geyinmişəm dəyərli izləyəcəyimiz bugün. Və Nil Butikdən çox gözəl kampaniyalar var hər zaman kimi. İstər klassik, istər sport, istər idman üslublu, istərsə də bir-birindən gözəl ziyafət geyimlərini məhz elə Nil Butikdən əldə edə bilərsiniz ki, Nil Butikin təsisçi rəhbəri dəyərli Layla xanıma, öz dəyərli gözəl komandasına və peşəkar zövqünə görə də ayrıca təşəkkür eləmək istəyirəm. Odur ki, dəyərli izləyicilər, siz də istər qapınıza qədər çatdırılmadan yararlana bilərsiniz kuryer xidmətimizdən, istərsə də elə butikimizdə yaxınlaşaraq öz zövqünüzə uyğun geyimlər əldə edə bilərsiniz. Sözsüz ki, bugün bir çox mövzulardan danışdıq. Həm hicamadan danışdıq, həm asılılıqlardan, həm gözəl musiqidən, həm papuri bayaq ifa elədik. Çox gözəldir, axarlı olaraq qaldığımız yerdən davam edirik. Hicama ilə bağlı elə sizdən istəyəcəm soruşum, Ağalar bəy. Özünüzə, eləcə də ailə üzvlərinizə bu tətbiq dairəsi necədir? Ümumiyyətlə, özünüzə tətbiq edirsiniz mi bu proseduru? Təbii ki, insan deyir... Özünüz özünüzə çox çətin olmaz? Yox, insan deyir, özünə rəva bilmədiyini, özgəsinə rəva bilməz. Belə bir məsələ var. Mən özümə başqa mütəxəssislər, yəni bizdə işçilər var klinikada, mərkəzimizdə işçilər var, onlar tərəfindən özümə hicama olunur və atamla da bu yaxınlarda deməli 2022-ci ildə çox yaxında. 22-ci ildə yəni atama hicab eləmişəm. Bu yaxınlarda da eləyirdim. Prosta o vaxtda ağrıyırdı deyənə, indi ağrısı yoxdur. Çox sağ olun. Hər dəfə deyirdi ayaqlarımda ağrılar var. Ayaqlarımda nə bilim yeriyə bilmirəm. Pilləkənlə qalxırdı, varikozlar var. Pilləkənlə qalxırdı, ağrıyırdı, tutulurdu. Gedirdi, bu ilan zəhəri yoxdur. Alırdı, yapışdırır. O da elə ki, bu gün bura yapışdı, bu gün ağrın kəsildi. Sabahsı gün başqa yerə daha şiddətli ağrı verir. Hər nəsə dedim, həyata oğlum hicam edir, cəmaatı kömək edir, sən buradan bura şey eləmirsən. Onda maşını yox idi, kimdi buradan özünə 5 daşıyan rayona eləmir. Nəsə maşın alandan sonra apardım, aynı ləvazimatları, uzatdım atamı. Düzdür,
kət Təsbih yerindən başladı. çıxanım, kət yerində olan insan, yəni belə çox başa çıxmırdı. Bu mənə kömək eləyəcək, belə inamsızlığı var idi. Amma inanırım ki, 2022-ci ildən bu yana ayağında ağrılar yoxdur. Harda olur olsun deyir ki, oğluma sağ olsun, Allah canını sağ eləsin. Atası inanmır buna. İnanmırdım. Atası inanmırdı. Hə də indi inanır. İnsanlar hər adam bu dəqiqə hicamını başa düşmür. Hə, Deyirlər, yeni sahədə. Nömrə siləcəm. Ya adi qanaxma kimi, amma onu özündə tətbiq elədi. Yəni mən o qədər danışım ki burada, sən indi inşallah gələrsiz Allahın izni ilə, görərsiniz onu Atom inanmırdan sonra mənə gəlir. inanır da. O yaşda insanlar maarifsiz olurlar da müəyyən qədər. Ona görə önəmlidir maarifləndirmə. Yəni belə deyək, insanlar elə adi qanaxma kimi baxırlar buna, amma onun adi məsələn venadan çəkdiyimiz qandan hicama vasitəsilə bankada o zəhərli qanı, o çəkdiyimiz qanı laboratoriya altında yoxlayıblar. Amerikada bunu eləyiblər, yoxlama keçiriblər və görüblər ki, məsələn hicama vasitəsilə çıxan qan nə qədər orada lipidlər, yağlar, nə qədər zəhərli toksinlər var. Kim Nəinki venos qanda, yəni venadan çıxan qan. Aydındır. Bəs ümumiyyətlə bəylərdə, xanımlarda bu hormonal problemlər olan zaman və yaxud da bəylərdə testosteron əskiliyi, artıqlığı olduğu zaman bu dediyimiz hicamanın faydası nə qədərdir? Çox Sırf hormon problemində. Yəni testosteron problemlərində ümumiyyətlə hormonal pozğunluqda, qadınlarda, kişilərdə sonsuzluqda, bu cinsi zəiflikdə də belə hicama müalicəsindən istifadə olunur. Onun nöqtələri var. Yəni dediyimiz kimi hicama nöqtələri vardır ki, onu tətbiq eləyirsiniz və daha sonra o zərərli qan çıxır və təmiz qan onun yerini doldurduğu zaman qan dövranı sürətlənir, metabolizmə güclənir və daha sonra o problemlər aradan qalxır. Günümüzdə artıq çəkidən xilas olmaq istəyən insanlar da hicamaya gedir. Yəni bu mexanizmi başa düşə bilmirəm ki, artıq çəki, hicama nə əlaqəsi? Yəni necə olur ki, hicama eləyirlər və birdən-birə yəni sürətli şəkildə çəki verirlər? Mədə nöqtələri vardır ki, insan bədənində dediyim kimi mədə bağırsaq nöqtələri vardır ki, orada qan çəkdiyimiz zaman 4-6 banka çəkdiyimiz zaman metabolizma sürətlənir. Metabolizma sürətləndiyi zaman həzm yaxşı gedir. Piydən insan piy götürülür, yəni bədən o tələbatı qarşısını alır. Kimlərə bəs olmaz? Məsələn, gəlsə belə yaşını dediniz ki, 3 yaşdan aşağı, 60 yaşdan yuxarı insanlara olmaz. Bəs ümumiyyətlə hansı xəstəlikdən əziyyət çəkən insanlara, hansı problemli, kimlərə olmaz da ümumiyyətləşdirsək? Kimlərə olmaz? Qan azlığından əziyyət çəkənlər, hemoqlobin aşağı olan xəstələrə olmaz. Qanda laxtalanma problemi olan, hemofiliya olan xəstələrə olmaz. Hamilə xanımlara, süd verən analara olmaz. Sonra aşağı qan təzyiqi ilə əziyyət çəkən xəstələrə olmaz. Bir də məsəl üçün 3-4 xəstəlik birdən olanda, məsəl üçün xərçəng xəstəliyi kimi, yəni 3-4 xəstəlik birdən olursa insan bədənində ona hicama olmaz. Ximiya qəbul edən insanlar olmaz da. Saydıqlar hamı da var. Xəstəliklərdən əziyyət çəkənlərə də. Yəni qan azlığı, əgər bir insanda qanı aşağıdırsa ona hicam edib yəni daha da aşağı sala bilməzsən. Bəs Anar bəy, reabilitasiya mərkəzində bayaq dediniz ki, konsultantlar da hicama eləyir. Onlar profilaktik eləyirlər yoxsa hansısa bir problemi nəzərdə almaq üçün eləyirlər? Yox, profilaktik eləyirlər də. İnsan öz sağlamlığını qorumalıdır yəni. Əlbəttə. Sağlam bədəndə sağlam ruh. Yəni hər dəfə onu edirlər ki, yəni həm enerjiləri olsun, ümumiyyətlə insan həyatında enerji deyilən bir şey vardır. Səhər yuxudan dururuq, hansı məsuliyyətlərimiz var. O məsuliyyəti yerinə yetirmək üçün bizi irəli aparan, hədəflərimizə doğru gedən insana enerji lazımdır. Bəs 12 addım proqramında idmanla bağlı, sağlamlığın keşiyində qalmaqla bağlı hər hansı bir punkt varmı? Bəli, bizim özümüzün günün qaydaları vardı, o qaydalarla getməliyik. Vaxtında yatıb durmaq, vaxtında qidalanmaq. Qaydalar var, o qaydalar pozulmaz, əsəb olmaz, stres olmaz. Tək qalmaq. Yəqin də hər şey telefon falan qoyurlar qırağa. Olmaz. Telefon istifadə eləmirlər ümumiyyətlə. Yəni sağalma prosesində yəni yoxdur telefon. Çöllə bütün əlaqə kəsilməlidir. İnsan özü ilə məşğul olmalıdır. Valideynlərin, ümumiyyətlə belə deyək, konsultasiyaya gələn, sağalmağa gələn, reabilitasiyaya gələn insanların, əzizlərinin, doğmalarının daha çox soruşduğu sual hansı sualdır ki, onu kütləvi olaraq cavablandırmaq istəyirsiniz? Qarantiya deyirlər, qarantiya. Zəmanət versiniz. Mən də deyirəm ki, bu ət çəkən maşın deyil. Qarantiya. Sadəcə qarantiya mən 100% nəyə verirəm? Mən deyilənləri eləsə həyatı düzələcək. Digər sağalanlar kimi. Yəni bu proqramın addımlar var. O addımlarla
hərəkət eləsə, həyatında hər bir şey. Yəni eləməsə mümkün deyil. Ayıq qalmayacaq, gedəcək istifadə. Hal-hazırda sizin mərkəzinizlə paralel olaraq fəaliyyət göstərən anloji mərkəzlər də çoxdur. Bəli, Azərbaycanda yetərincə yaxşı mərkəzlər də var, amma hər bir sahədə olduğu kimi işin sevən insanlar da var, sevməyən də var. Əlbəttə. Hər bir sahədə. Digər anloji mərkəzlərdən əsas və üstün cəhətimiz nədir sağlam addım olaraq? Yəni belə fərqimiz yoxdur hamımızda proqramımızda. Yəni professional işin görən mərkəzlər düzdür, azdır, 5-6 da mərkəzdir, amma biz də onlar kimi yəni, əlimizdən gələni, bir də ki, əsas üstünlük verirəm mən bunu ikinci mərhələyə bir rəhbər kimi dostluq, qardaşlıq, yaxın bir münasibətlər yaradırıq ki, bu insan çölə çıxandan sonra həyatında enişlər, yoxuşlar olacaq, yəni çətinliklər olacaq. Həyat çətinliyi, həmin müddət bizim özümüzün sağlam bir mühitimiz var. O mühitdə ona hər tərəfli dəstək oluruq. Ağlınıza gələn, şahidi olduğunuz və ağlınıza ilk gələn istəyəcəm hekayəni bizimlə bölüşəsiniz. Hər hansı bir nəfərin maraqlı və real həyat hekayəsi, hansı ki, narkomaniyadan dönüş hekayəsini istəyəcəm. Ağlınıza ilk gələni bizimlə bölüşəsiniz. Çoxdur, alınır ki. Bir neçəsi də ola bilər. Məsələn, insan olub, indi bax, bir gün gələndə bir nəfərlə danışırdım. Bunu elə bir ki, 2 ailəsi olub. Sonradan ailə həyatı dağılıb, qalıb pis vəziyyətdə. Bu gəldi reabilitasiya mərkəzinə. 3 aydan sonra da bizdə belə bir şey var. İnsan elə bir valideynlərlə görüş. Bu görüşdən qaçdı. Qaçdı. Sonra mən çox cəhd göstərdim, getdim bunu. Hansı bir rayon var oradaydı, bölgədə idi. Dəvət edeyim ki, gəlsin. Nəsə, bu gəldi və ata-anasında manipulyasiya elədi. Dedim, heç problem yoxdur. Mən qayıtdım, gəldim Bakıya. Üstündən 1 il keçmədi, o uşaq mənə özü yıxdı. Hansı ki, səsi də belə bir təhər gəlirdi, yəni. Hansısa, yəni gedib məştəqada, haradasa narkolojida yatıb buna dərmanlar ediblər, orqanizm çökmüş vəziyyətdə. Mənə deyir ki, mən biləm, sən mənə incimisən, gəlmək istəyirəm. Dedim, problem yoxdur, mən səndən niyə incim ki? Problem məndədir, səndə deyir ki, mən məsuliyyətimi yetərincə yerinə yetirmədim ki, sən getdin. Qayıtdı, gəldi, indi maşallah düzəlib. İndi bir gün gələ-gələ ona yazıram. Yadıma düşdü ki, indi hal-hazırda yəni ikinci cəhddən hər şey alındı. Ona görə bəzi məqamlar olur ki, valideyn əlin üzür ki, mənim övladım getdi, reabilitasiya keçdi, düzəlmədi. Amma bunun çıxış yolu vardı. Ola bilər insan var, bir dəfəyə alınmır, 2 dəfəyə alınmır. Buna bir neçə dəfə cəhd göstərmək lazımdır. Hal-hazırda ekran qarşısında sizi izləyən və bu bəlanın hələ də ağuşunda olan izləyicilərə, insanlara, ümumilikdə xalqımıza hansı tövsiyələri verərdiniz? Birinci növbədə onu demək istəyərdim ki, yəni reabilitasiya mərkəzlərinə müraciət eləsinlər. Ən azından, yəni bizə zəng eləsələr, konsultasiya pulsuzdur, bura pul lazım deyil, heç bir şey ödəmir. Yəni bizlə məsləhət alsınlar, hansı addımlar atırlarsa, yəni istəyirlər ki, övladının həyatını dəyişsinlər. Məsələn, mən çox görmüşəm, aparıb hansısa bir dövlət müəssisəsinə külli miqdarda pul verib işə düzəldir ki, bu işləyəcək, yəni o yolun yolçusu olmayacaq. Ölkə dəyişirlər, ölkələr dəyişirlər, nəmin altından maşın alır, qoyur. Biri var idi, indi bax dediniz, mövzu yadıma düşdü. Bizə dəvət edir, gəlmədi adam. Axırda bu insanı mən gördüm sosial şəbəkələrdə bir neçədən maşını əzdi, sonra getdi türməyə həyatına. Yəni vaxtında gəlmir. Alıb buna maşını qoyurlar altına. Bu adam narkomaniyadan əziyyət çəkir. Sən valideyn buna nətər alıb bunu cinayətə sövq edirsən övladım. Ona görə yəni öz fəaliyyəti saxlasınlar, bizə müraciət eləsinlər. Fərqi yoxdur Azərbaycanda yetərincə, amma birinci növbədə reabilitasiya mərkəzləri haqqında maraqlansınlar. Bunu işlədən rəhbərlər kimdir, nə işlə məşğuldur. Yəni hər bir sahədə olduğu kimi işin sevən də var, sevməyən, pul tərəfdən də baxan var, mənəvi tərəfdən də. Ona görə araşdırsınlar, yəni aparıb övladını yerləşdirirlər 5 ay, 4 ay, bağlayırlar, qapalı yeməkləri vermir, içmək düzgün getmir, proses ümumiyyətlə düzgün getmir, övladı çıxır təzədən qayıdır istifadə, valideyn, yenə bu da bizim adımızdır da. Yəni, bax, sizin sahədə olduğu kimi, hər bir sahədə olduğu kimi, yəni ümumi bizim sahənin kollektivinə gəlir də bu söz ki, qiymətləndirirlər ki, belədir. Ona görə valideyn yığan kimi qiymət soruşur, amma sənə xahiş bazarda nəsə almırsınız, siz birinci növbədə bizə proses haqqında sual verin, necədir, nətər o nəticələrimiz var, kimi, hardan gəlmişik, nə işlə məşğul, bundan verin, son keçərik mövzuya. Ona görə demək, axtarışda da olanda, yəni yetərincə var reabilitasiya, ona belə şeylərə diqqət versinlər.
Çox dərin təşəkkür edirəm sizə. Sağ olun. Sağlam adımın sosial şəbəkə və əlaqə nömrələri qeyd olunur monitorun bölümündə və hicama ilə bağlı bu gün əhatəli danışdıq. Ağalar bəy, sonda istəyəcəm izləyicilərə, hər bir kəsə, hər birimizə, istər hicamaya gedən, istər hələ ki hicama ilə bağlı sual olan izləyicilərimiz, hər birimizə bu mövzu ilə bağlı hansı tövsiyələri verərdiniz? Onu tövsiyə edirəm ki, mütəxəssislər tərəfindən ildə ən azı 2 dəfə hicama olunsunlar, qan təmizlənsin bədəndə. İnşallah ki, Allahın izni Allah bütün insanlara kömək olsun. Amin. Çağırışlarınızı istəyəcəm. Çağırış ünvan 28 may metrosunun çıxışında yerləşir. Şəfa Hicama Bərpa Mərkəzi. Kim istəsə buyurub gələ bilərlər, əlaqə saxlayın. Belə. Əlaqə saxlayıb, sosial şəbəkə üzərindən yazılıb, Razılan Ağalar bəyin qəbullarına yazıla bilərsiniz. Və sözsüz ki, Ceyhun bəyin də sonda bir tövsiyəsi, fikirləri olacaq, sizdədir söz. Tövsiyə nə deyə bilərəm, yəni özlərini qorusunlar, iradəli olsunlar, pis işlərlə məşğul olmasınlar. Yəni öz gələcəkləri üçündür də bu, yəni sağlam gələcək olmalıdır. Yəni elə insanlar var, gələcəkdə bunun ailəsi, övladları dünyaya gəlməlidir. Onların ayağa qaldırmaq lazımdır. Ona görə hər kəs gərək iradəsi güclü olsun, pis işlərə qoşulmasınlar. Tövsiyəm odur. Hər zaman vətənə yararlı bir vətəndaş olmağa Əlbəttə çalışaq, ki. necə deyərlər. Çünki həqiqətən də bu ölkənin torpağında gəziriksə, bu ölkənin çörəyini yeriksə, ölkəmiz üçün yararlı vətəndaş olmağa bacarmalıyıq, azından çalışmalıyıq. Günün sonunda nə etdim sualını özümüzə verəndə yalnız müsbət cavablar verməyə çalışmalıyıq. O istiqamətə azından bir neçə addım atıb səy göstərməyə istiqamətlənməliyik. Anar bəy sizə, Ağalar bəy sizə, Ceyhun bəy sizə çox dərin təşəkkür edirəm. Bu günlük bu qədər, bu aylıq bu qədər. İnşallah qismət olsun, sabah yeni ayda inşallah 1 oktyabr tarixində sizləri salamlayacaq. Özünüzdən müğayət olun. Hər zaman sağlam qalın. Xudahafiz.